يا ابن الزهراء بيا 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 يا ابن الزهراء بيا 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 يا ابن الزهراء بيا 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 على أعداء الله ve zalimihim ecmaîn el-an la qiyam yevmiddin. Birinci növbədə Hacı Əhləman əzizimizdən, qardaşımızdan, alimimiz, böyüyümüz, ziyalımız Allah Teala onun şəxsiyyətini ali şəxsiyyətlərdən qərar verib, Allah Teala onu uca mərtəbələrə qaldırsın, alidir, mütealli eləsin, onun yetirmələri, tələbələri, hər birisi özlərinə məxsus alimlərimizdirlər bu günləri inşallah. Əmmama qoyma mərasimində elə yığıncağımızın elə bir vaxta salınması və bizim üçün bayram üstündəndir. Onun yetirmələri üçün də Hacı Əhləmanın yanında onlar üçün, yəni biz tələbə gözü ilə baxırıq, hər birisi bir alimdirlər, hər birisi özləri şəxsiyyətdirlər. Allah Teala onları bu millətə, bu xalqa nemət qərar verib, Allah bu nemətə çox görməsin inşallah. Peyğəmbər, ali Peyğəmbərin Allah dünyada ziyarətini, axirətdə şəfaətimizə nəsib eləsin. Peyğəmbər, ali Peyğəmbər məhəbbətindən bizləri ayrı salmasın. Dünyadaların ziyarətlərini, axirətdə şəfaətlərini bizə nəsib eləsin inşallah. Quran, İslamı, şəriəti Allah yer üzündə möhkəmlətsin, payidar eləsin. Ağla gələn, gəlməyən bəlalardan bizləri hifz eləsin inşallah. Hacı Əhləman əzizimiz özü əmr eləyir, biz də onun əmrinə tabi surətdə əmrin yerinə yetirmək mənasında durub danışırıq onun huzurunda. Və illa o əmr eləməsə bizim liyaqətimiz yoxdur onun huzurunda danışmağa. O çox böyük, özü alimdir, yetkin bir insandır, kamil bir insandır. Özünə məxsus dəyərləri deyib, bu mən desəm də deməsəm də, yəni xalq içərisində artıq o öz şöhrətini də tapıb, bütünündən dəyərlərə də sahib olub inşallah. Və bugünkü gündə İmam Zaman Həzrətlərinin ki, sabahları olan günüdür, təvəllüd günüdür, milad günüdür, dünyaya gəlişidir və bugün də bayram axşamıdır. Biz bilirsiniz ki, həmişə bayram axşamların bayramın özündən qabağa tuturuq. Bizdə çərşənbənin axşamı çərşənbədən yaxşı duruq, bayramın axşamın bayramdan yaxşı duruq. Odur ki, bugünlər bayram axşamıdır, mənə elə gəlir ki, əsl bayram da elə budur. Söz yox, sabahda gündüzüdür, amma gecəsi gündüzündən qabağa gəlir və bu bayramı qarşılamaqdır. Mən təbrik deyirəm bütünlüklə Əhl-i Beyt sevərlərə, qəlbində, vücudunda, ürəyində, fikrində, düşüncəsində Peyğəmbər Əhl-i Beytinin məhəbbətini gəzdirib saxlayanlara, qoruyanlara mən təbrik deyirəm. Burada iştirak edib, eləməməyindən asılı olmayaraq dünyanın hər yerində Əhl-i Beyt sevərlərə, Əhl-i Beyt aşiqlərinə bugünkü günü həqiqətən bayram deməyə, yəni həm özümüz üçün sevinç gətirir, həm də dinləyicilər üçün sevinç gətirir. Və qaldı ki, biz müxtəsər bir mənada yəni danışacağıq. Ona qadı heç mən əyləşib danışmağa, bir İmam Zaman hörmətinə ayaqüstü danışmağa özümə borc bildim. Çünki onsuz da mənim ləyaqətim yoxdur. Üstə gəllə gedəsən, məsələn, bir əyləşəsən, danışasan arxayın, yəni doğrudan mən özümə sığışdırmıram. Və lakin deyir ki, o nə qədər məsələn dəryaya deyir, adam ki, ağzını sökür, su içmək üçün, bulağa sökür, ağzını su içmək üçün, mənası budur ki, onun hamısını içməliyik. Nə qədər ki, imkanımız var, susuzluğumu yasıdıracaq, o qədər də ondan içmək lazımdır və gərəklidir. O ki, çox eləmək mümkündür, onun azını da gərək tərk eləməyəsən. Və İmam Zaman Həzrətləri barəsində bir çox, yəni Quran ayələri, yəni indiyə qədər tədqiqat, təhqiqat olunur və olunacaq da bundan beləsi üçün bundan gələcəkdə alimlərimiz daha mütəşəkkil səviyyədə onları axtarış eləyəcəklər və İmam Zaman Həzrətləri barəsində o ayələr ki, əvvəl budur, Quranın elə bir ayəsi yoxdur ki, onlardan kənarda olsun. Çünki Quranın hər birinin özünə məxsus ki, mənaları var. Onların bir gizli mənaları var, aşkar mənaları var, sizlər gözəl bilirsiniz. Hər halda, yəni, Quranın bəzi ayələrini İmam Zaman Həzrətlərinin zuhuruna əlaqədar qeyd ediblər, deyiblər. Onlardan biri Sure-i Qəsəsdədir, yəni Hekayət surəsində ki, Allah Teala o surədə 4-cü ayəsində belə buyurur ki, Bismillahirrahmanirrahim, İnnə fir'auna əla fil ərz. Firon barəsində Allah Teala buyurur ki, Firon yer üzərində əla fil ərz, yəni baş çıxartdı. Yəni bir var ki, məsələn, Allah Teala bəzi məsələn ayələrdə var ki, biz hökumət verdik. Biz ona hakimiyyət verdik, ona qüdrət verdik. Bir də var ki, Allah Teala buyurur ki, İnnə fir'auna əla fil ərz.
Bu yəni Fironun hakimiyyəti Allah tərəfindən bəyənilən bir hakimiyyətdir. Yəni Fironun öz tərəfindən yəni baş qaldırdı cəmiyyətin içərisində, hakimiyyəti ələ keçirtdi, hakimiyyətə sahib oldu. İnnə Firavuna əla fil ərz və cəalə əhləha şi'a. Elə ki, hakimiyyəti əlinə keçirtdi, hakimiyyəti əlinə keçirtməkdə diktatura və zülm bunun xislətində, xasiyyətində və hakimiyyətin əsasən qayəsi idi, məqsədi idi. Və cəalə əhləha şi'a. Elə ki, hakimiyyəti ələ keçirtdi, o xalqa ki, bu hakimiyyəti eləyirdi. Birinci növbədə onların arasında nə iş gördü? Onların arasında qruplaşma yaratdı, dəstələr yaratdı. Onları yerlərə böldü, qibtilərə, sibtilərə böldü. Fironun tərəfdarları, Fironun tərəfdarı olmayanlar. İnsanları qruplaşdırdılar. Hansı yerin adamları, hansı yerin adamları ki, bəzi ölkələrdə olduğu kimi. İnnə Firavuna əla fil ərz və cəalə əhləha şi'a. Birinci növbədəki addım attı, xalqı böldü, xalqı parçaladı. Xalqı müəyyən regionlara böldü, müəyyən dəstələrə böldü və cəalə əhləha şi'a. Yəstəzəhu taifətən minhum. Bunların içərisində növbəti addımı nə oldu bunun? Növbəti addımı bu oldu ki, cəmiyyətin bir hissəsini zəifləndirdi, bir hissəsini qudrətləndirdi, bir hissəsini himayəsinə götürdü, onları toxundan, bir növ yəni imkanlarının çoxundan, imkanlarının çoxluğu ilə bir növ yəni onlar dövlətdən, Firondan, əgər ona dövlət demək olarsa, dırnaq arası dövlətdən faydalanırdılar. O qədər bunların imkanları böyük idi ki, digər tərəf də elə bunları ki, bu dərəcədə ucaldırdılar, möhkəmləndirdilər. Yəstəzifu taifətən minhum. Digər bir tərəf də, tərəzinin bir tərəfi yuxarı qalxanda, digər tərəfi də aşağı inməlidir. Digər tərəfdə müstəzəf oldu. Özünə yaxın olanları qaldırdı yuxarı, özünə tərəfdar olmayanları, özünə yaxın olmayanları, Bəni İsraili ki, Yusuf Peyğəmbərin vaxtından 4 il Musa Peyğəmbərdən qabağa Yusuf Peyğəmbər Misirdə hakimiyyətdə olmuşdu. Firon bundan qorxurdu ki, yenə də Həzrəti Yusufun vaxtında olduğu kimi Bəni İsrail yenə də hakimiyyət ələ keçirdə bilər. Ona görə də özünə yaxın olanları daha da çox dərəcədə imkanların artır, rifalarını yüksəldirdi, bunları zənginləşdirirdi, imkanların biraz çox da böyük edirdi və digər tərəfi də ki, həddindən artıq hər gündə zəiflədirdi ki, bunların zəifliyi o həddə çatsın ki, bunların hakimiyyətə gəlinmək gümanları, zənniləri, ehtimalları belə qalmasın. Yəstəz'ufu taifətən minhum yuzəbbihu əbnaəhum və yəstəhi nisa'əhum. Digər tərəfdən hansı zulmü rəva gördü bu? Başladı bu Bəni İsrailin doğulan körpə uşaqlarının başını kəstirməyə. Yüzəbbihunə əbnâkum və nisa'əkum. Quranın başqa ayələrində Allah nəsləfələrlə bunu buyurub. Bunun digər zülmü nə oldu? Körpə uşaq ki, dünyaya gəlir, gəlməmişdən qabaq olan hamısı siyahıya alınırdı. Hamısın ki, siyahıya alınırdı, hansı qadınlar ki, ana olacaq yaxın vaxtlarda siyahıya alınırdı, qabilələr gedirdi. Oğlan uşağı da dərhal öldürülsün, dərhal baş kəsilsin. Və də yüzəbbihunə əbnâkumdur. Onların oğlanlarının başını zib edirdilər. Bir var, boğub öldürürlər, körpət də, boğub da öldürürlər, nəfəsində məsələn su saxlasalar elə ölər, ac da qoysalar elə ölər. Amma yüzəbbihu əbnâəhum. Onların doğulan körpə oğlan uşaqların zib elətdirir, kəstirirdi başını. Və yəstəhyi nisa'əhum. Doğulan qız uşaqların necə rəftar edirdi? Onlar da saxlayırdı ki, gələcəkdə bizim tarlamızda, evimizdə, məişətimizdə körpələrimizi saxlasın, yeməyimizi pişirsin, heyvanlarımızı otarsın və s. Evdə, məişətdə görüləsi işləri görsünlər. Bunlar da üsyan edib, qiyam edib, hakimiyyətə gəlmək imkanları yoxdur. Qadın xeyli ağlardılar. Bunlar hakimiyyətə gələ bilməzlər. Bunları öldürmək, yəni ona görə öldürməmək, yəni bunun qarşısında məqsəd deyirdi ki, bunlara yazığı gəlir, rəhmi gəlirdi. Yox. Yəni bunları ona görə öldürmürdü ki, onu öldürməkdənsə saxlayıb bunlardan məişətimizdə istifadə eləmək daha önəmlidir. Demək, bu Fironun hakimiyyətini Allah Taala hansı formada qruplaşdırır? Biri budur ki, öz başından baş qaldırdı, əla fil ərz və cəalə əhləha şi'a. Xalq qrup elədi. Yəstəzifu taifətən minhum.
Qrup eləyəndən sonra digər zülmü nə oldu? Bir tərəfin rifahın daha da yüksəltdi gündən-günə, digər tərəfində məişətin, güzəranın getdikcə aşağı saldı. Yəstə yüzəbbihu əbnahum. Digər bunun zülmü nə oldu? Doğulan oğlan uşaqların başını kəstirirdi. Digər zülmü nə idi? Və yəstəhi nisahum. Doğulan qız uşaqların da ki, kəniz kimi, qulluqçu kimi, xidmətçi kimi qibtilər üçün saxlayırdılar, böyüdürdülər, yetişdirirdilər ki, onlardan o formada istifadə olunsun. Əl-Qərəz ayənin axırı bu ki, innəhu kânə minəl müfsidin. Bir sözlə Firon haqqında Allah bu ki, innəhu kânə minəl müfsidin. Bu pozucu bir adam idi. Bu fəsad əhli idi. Bu qurucu adam dör idi. Bu islahat adamı dör idi. Bu sülh adamı dör idi. Bunun işi fəsad idi. Pozuculuq, təxribat bunun xasiyyəti, xisləti idi. Bunun hakimiyyətinin təməlin, əsasın, ümdəsini təşkil edən nə idi? Fəsad idi. Bəs indi bu zülmlərin qarşısında Allah Teala hansı ayəni buyurur bunun zülmünün qarşısında? Buyurur ki, və nuridu ənnemunnə aləllezine stuzrafu fil arz və necaləhum əimmətən və necaləhum varithin. Bəs bunun öhdəsindən gəlməkdə, bunun qabağını almaqda, bunun qarşısını almaqda Allah Teala nə buyurur? Buyurur ki, və nuridu, Allah buyurur ki, biz iradə elədik. Və nuridu, iradə elədik biz. Nə iradə elədik? Ənnemunnə aləllezine stuzrafu fil arz. Ənnemunnə yəni minnət qoyduq, yəni nə mənada bu minnət ki, məsələn, xoşa gəlməyən minnət. Yəni hər hansı bir nemət ki, ağır olar, çox olar, dəyərli olar, qiymətli olar, Allah Teala ona minnət buyurur. Necə məsələn, laqad mannal alal mu'minina iz ba'atha fihim rasulan min anfusihim. Necə ki peyğəmbərin peyğəmbərə məbus olmağına da Allah buyurur ki, biz minnət qoyduq. İmamın da haqqında ayə gələndə Allah buyurur minnət qoyduq. Peyğəmbər üçün də Allah Teala Quranda buyurur ki, minnət qoyduq. Buyurur ki, və nuridu ənnemunnə aləllezine stuzrafu fil arz. Biz iradə elədik, minnət qoyaq. Kimlər üçün? Zəif təbəqələr üçün. Daha doğrusu zəiflənmiş tuz ifudir, məzhuldir. Yəni o insan ki, özü öz xoşuna zülmün altına girir, o məzlumdur. Məzlumdur, amma məcurdur. Ona heç nə verilmir. O zalimin köməkçisidir. O məzlum Allah yanında məcur olacaq ki, bizə deyir ya Əli gəlmə, ya məzlum Əli deyirik biz, ya Hüseyni məzlum deyirik biz. Amma o məzlumlar ki, könüllülüklə zülmün altına giriblər, onlar Allahın yanında elə zalimin köməkçisidirlər. Əgər onlar başını əyir, bu birisi də onun başına qapaz vurur, bu Quranımız nə buyurur bu üçün? La təzlimunə və la tüzləmun. Nə zülm eləməyin, nə zülmün altına girməyin. Zülm eləmək yaxşıdır, zülmün altına girmək də yaxşıdır. La zərərə və la zirar. Alimlərin üzründən üzr istəyirəm mən. Nə birinə zərər vermək olmaz, nə özün zərəri qəbul eləməyə haqqın yoxdur. La təzlimunə və la tuzləmun. Nə zülm eləmək olmaz, nə zulmün altına girmək olmaz. Sən başı əyirsən, o birisi də qapaz vurur sənin başına. Bu zülmü qəbul eləyənlərin məzlumiyyəti o elə zalimin köməkçisi sayılır. O da Quranda məsul buyurur. Və nuridu ənnemunnə aləllezine stuz'ifu fil arz. Onlar ki, zülmə məruz qalıblar. Zülmün altına girməyə məruz qalıblar. Yəni onları elə vəzə gətirirlər ki, onlar zülmün altına girməyə məcbur olublar. Onlar başqa yollar qoymayıblar. Çıxış yolları qoymayıblar. Bütün yolları bağlayıblar. İstiqlaliyyətin azadlığı yolunu bağlayıblar. Onlar zülmün altına bunları bir növ təhdid ediblər. Və nuridu ənnemunnə aləllezine stuz'ifu fil arz və necaləhum əimmətən və necaləhum varithin. Burada necaləhum əimmətən ki var, onları biz qərar verdik. Yer üzərində imamlar və yer üzünün varisləri. Bax, imamın da haqqında, imam sözündə gələndə Allah Teala bu ki, minnət qoyduğu biz qeyd edelim, bunu nöqtə kimi mən qeyd eləmək istəyirəm ki, Peyğəmbərə aid olan ayədə də Allah bu minnət qoyduğu biz. İmamlar barəsində də ayə gələndə Allah bu minnət qoyduğu biz. Yəni, bunların hər ikisi eyni mənbədən, eyni mənşədəndir. O da ki, Peyğəmbərə də, imama da ayələrlə gəliləndə hər ikisi minnətlə gəlir. Və bunu mən bütünlüklə, yəni durub hamısını birər-birər istəsəm ki, bunların hamısını istənilən qədər şərh eləyək, izah eləyək, açıqlayaq. Yəni bizim indi verilən müddət üçün, vaxt üçün daha, yəni kifayət qədər bizim imkanlarımız yoxdur. Və Allah hüccətikəl qaimə əccil fərəcən yəmləül ərzə bi qistin bə'də zulmün vəfkən.
Şeyx İbrahim Səlihani Allah rəhmət eləsin 34 misralıq ərəb dilində Əhl-i-Beyt Peyğəmbər barədə şeirdir. Onun axırıncı misralarından İmam Zaman Həzrətlərinə ayrılan hissəsini mən deyirəm. Deyir və əla hüccətikəl qaimi əccil fərəcə yəmləul ərzə biqistin bə'də zülmü bəftən. Madam ki, Firon zamanında həmin o zülümlər ki, Firon zamanında var idi və o zülümlərin qabağını almaqdan ötürü Allah təala Musa Peyğəmbəri göndərdi. Bu ayədən bizim üçün nəticə əldə olunur ki, hansı cəmiyyətdə Fironun hakimiyyətinin zülümləri aşkar olsa, bax o zalim hakimlərin də öhdəsindən gəlməkdən ötürü Allah Teala öz hüccətini göndərəcək və Allahın göndərdiyi hüccəti yer üzərində ədaləti və insafı ən gözəl şəkildə bərqərar eləyəcək və Allah hüccətikəl qaimi əccil fərəcə Allah onun gəlişində təcil etsin, tələssin yəmləul ərzə biqistin bə'də zülmün bəftən yer üzü zülümlərlə, fitrələrlə dolandan sonra gələcək yer üzərində islahat aparacaq. Sözün həqiqi mənasında ədaləti və insafı hər ikisi ədaləti və insafı hər ikisi yer üzündə ən gözəl şəkildə bərqərar eləyəcək. Odur ki, Allah'tan biz arzu edirik ki, bax, bugünkü günün Allah Teala bizə mübarək qərar versin inşallah. Yer üzərində Allah Teala sülh, qəhrəmanlığı, asayişi ən gözəl şəkildə bərqərar eləsin. Hüseyn Cavabinin bir dənə şeirindən sözü, elə bilən Peyğəmbər əsərindəndir. Bakının geniş bir ərazisində böyük hərflərlə yazmışlar. Kəssə hər kəs tökülən qanizini, qurtaran dahi odur yer üzünü. İnşallah bir gün gələcək ki, yer üzündə tökülən qanların qabağı alınacaq Allahın köməkliyi ilə, yer üzərində sözün həqiqi mənasında islahat aparılacaq, əməli salih insanlar hakimiyyətdə olacaqlar, hakimiyyət təmsil olunacaqlar ki, Quranın başqa ayəsində Allah Teala buyurur ki, "Vələqəd kətənu fiz-zəburi min ba'di zikri ennel ərdə yərithuha ibadiyyət salihun." Allah Teala buyurur ki, biz Zəburda da xəbər vermişik bunu, Tövratda da biz bunu xəbər vermişik və Quran da xəbər verir. Nəyi xəbər verir? Kətəbna fiz-zəburi min ba'di zikri ennel ərzə yərithuha ibadiyyət salihun. Bir gün gələcək inşallah yer üzünün sahibləri, varisləri əməli salih insanlar olacaqlar, qurucu insanlar olacaqlar. O ki, insanlar ki, sülhpərvərdilər, o insanlar ki, insanların rifahın, asayişin, saadətin ürəkdən candan istəyirlər, bir günləri yer üzünün sahibləri olacaqlar və Allah da buna iradə edir. Allah da bunu istəyir və Allahın da istəyinin qarşısı heç bir vəclə almasıdır. Allah nə istəsə, inşallah ki, olacaq. Arzu edək ki, İmam Zaman Həzrətləri tezliklə inşallah zuhur eləsin. Allah da yer üzərində onun zuhurunu bizim gözlərində işıqlandırsın. O Həzrətin yaxın dostlarından, yar-yavərindən, əshabələrindən, əskərlərindən, dostlarından, müntəzirlərindən bizlərə qərar versin. İmam Həzrətləri buyurur ki, İmam Zaman Həzrətlərinin yolun gözü İmam Zeynalabdin İslam hara, 4-cü imam, 12-ci imam barəsində buyurur. Buyurur ki, İmam Zaman Həzrətlərinin intizarında olan insanlar bütün zamanların insanlarından əfsəldilər. Allah onlara elə bir fəhm, elə bir elm, Allah onlara elə bir istidad verəcək ki, zühurunda olan kimi özlərini hiss edəcəklər. Mən bugün onu görürəm. Əsla bizim bir zərrə fikrimizə gəlmir ki, bizim İmam Zamanımız qeybdir. Danışanda biz bunu deyirik. Allaha and olsun ki, mənim öz fikrimə gəlmir. Fərz eləsin ki, İmam Zaman Həzrətlər dünyaya gələndən sonra elə bu dünyanın bütün yerlərində insanlar istədiyi vaxt onu görə biləcək ki. Elə Peyğəmbərimizin öz zamanında bəyən Peyğəmbərin yanında olanlar onu zahirən gördükləri kimi dünya, Üveys Qarayaz ömrünü hala görmədi. Üveys Qarayaz Peyğəmbərlə qeybdir. Biz Peyğəmbəri əvvəl axır görürük. O iman gətirmədi, Peyğəmbər Həzrətlərinə qeybdə olduğu üçün, onun yeri ilə bunun yerinin fərqi olduğu üçün iman gətirmədi. Bizim müşriklərimizi əvvəl-axır görməmişik. Bəzənin çıxmaq şərti ilə. İllər bunlara təqlid edilmiş yüzləri görməmişik. Bəyəm onlara biz qeybdə olduqlarına görə bizim imanımızda, əməllərimizdə bir hər hansı formada çaşmamazlıq var idi. İmam Zeynalabdin İslam buyurur ki, o zamanın insanları, bütün zamanların insanlarından əfsəldilər. Onu İmam Həzrətləri buyurur. Mən buna müjdə kimi mən deyirəm. Doğrudan da həqiqətən də bu dövrün iman saxlayanları, bütün zamanların iman saxlayanlarından müqayisədə o qeybət dövründə zuhur-i fərəc olmamışdan əvvəl yaşayan insanlar ki var,
onların haqqında İmam yenə buyurur ki, onlar həqqən müxlis insanlardır. Özə bunu həqqən, həqqən onlar müxlisdirlər və bizim davamçılarımızın, tabicilərinin, ardıcılarımızın sözünü həqiqi mənasında şiirlərimizdir. Və bunlar Peyğəmbər zamanının mücahidləridir. Peyğəmbər zamanında necə mücahid insanlar vardır, İmam Zəllahuddin İslam bu dövrün insanların Peyğəmbər zamanının mücahidlərinə bənzədir. Gör, nə qədər bizim üçün İmam Həzrətləri dəyər verir, qiymət verir və doğrudan da mən bunu müjdə kimi qeyd edəcəm və inşallah ki, bir gün olsun ki, inşallah cümə günlərinin birində zuhur edəcək, Allah qoysa inşallah. O ki, bir nəfər oxuyanda dedi ki, bir haçan oldu ki, məsələn, biz dizimizi qucaqlayıb bir axşamacan məsələn yol gözlədik. Bilir bu cümə gün gələcək, amma müntəzirliyimiz də hələ o qədər də məsələn lazımı qədərində deyil. Hər şey üçün ağladıq, hər şey üçün xəstələndik, hər şey üçün öldük. Torpaq üstündə, uşaq üstündə, pul üstündə, var üstündə, mal üstündə, məqam üstündə. Kaş İmam Zaman həsrəti ilə də xəstələnib yoğan düşənlərimizə sahib çox olaydı. Kaş onun yolunu gözləməkdən xəstələnənlərimizin sayı çox olaydı. Onun fikrini eləməkdən xəstələnənlərimizin sayı çox olaydı. Nə iftixarlı bir doğrudan doğruya hissidir, istəqdir, arzudur, niyyətdir. Mən buna artıq uzun vaxt almaq istəmirəm, çünki əvvəl dediyimiz kimi danışığımız, yəni məndən başqa da tədbirlər var, böyünsün inşallah. Mən təşəkkür edirəm hamımızdan. Vallahi öz ürəqimdən lazım olan qədərində sözlərimi deyib tutaramadım. Heç vaxt tutarmayıb, elə təkilli deyir. Elə nə qədər deyə söz danışsaq, 10 saat danışsam, genə də elə 11-ci saatı istəyəcəyimiz. Allah Teala bizləri inşallah öz dostları cərgəsindən ayırmasın, yaxşılardan ayırmasın, bizim ahirətimizi, axirətimizi xeyr eləsin, bu məhcidi abad eləsin, məhcidin əhli yerin göy bəlasından hifz eləsin. Başda bir daha yenə də qardaşımız, əzizimiz, alimimiz, Hacı Əhliman əzizimiz, bu günləri və Azərbaycanın harasında əmmama qoyma mərasimi işləyirsiniz. Ben 2-ci dəfə şahid olan bu məclisdə. Bu böyük məsələdir. Bu zaman yaşında uşaqlar üçün bu günlər günah qapıları hamısı açılır. Günah qapılarının hamısı bunların üzrünə açılır. Hansı günahsızlıqlar eləməyə yol açılır bunlar üçün? Hansı günahsızlıqlar? Açılır. Amma onların hamısına yox deyiblər. Yox deyiblər bu gənclər, bu cavanlar. Buna öyünməyə, fəxrləməyə neyniyək? Doğrudan mən öyünməyə, fəxrləməyə bu bayram üstündəndir. Allah Teala bu əzizlərimizin də inşallah gələcək nailiyyətləri, ustadları, müəllimləri kimi qərar versin inşallah. Onlar da özləri, öz məhəllələrində, öz yurtlarında, yerlərində, vətənlərində o mənsub olduqları ərazidə Allahın o pak olan dininin saxlanmasında, qorunmasında nə mümkünləri varsa Allah Teala onlara inayət eləsin. Onların bütün arzu və niyyətlərini bərabərdə bir xeyr eləsin inşallah. Müstəsəl eləsin. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu və axlı dəvana Elhamdülillahi Rabbil Alemin. Teşekkür ederim. Çok sağ olun. Selamet olsun inşallah. Salavat zikriyle Muhammed Ali Muhammed. Allahümme salli ala Muhammed ve Ali Muhammed. İnşallah ben bundan sonraki bir programı təqribən bir programımız qalmıyor. Bir mərasimi icra edəcək. Ondan sonra da inşallah süfrəmiz, şirin süfrəmiz olacaq. Bu İmam Zaman süfrəsindən inşallah evliləyib zəhmətimizi tamam edəcək. Bir neçə dənə şey mən Hacıya təşəkkür edirəm əvvəldə. Hacı bizim ustadımızdır. O lütfündən o sözləri mənim barəmdə dedi. Amma həqiqətən Molla Bəylərin elə büyünləri, əsl yadigarı mən Hacını hesab edirəm və bütün ustadlarla birlikdə Molla Bəylər əmində ruhuna bir salavat işləyək. Allahümme salli ala Muhammed və Ali Muhammed. Və o məsələ ki, Hacı dedi ki, vaxtımız məhduddur. Mən Hacıya demişdim 25 dəqiqədən artıq danışmasın. Əslafırlar bir xahiş eləmişdim, əmr eləməmişdim. O da bu babətdən idi. Deyir Allah Teala
o da İbrahimin oğluna deyəndə dedi ki, kuni bərdən və səlamı. Sön və ola salamat ola. Birdən salamat sözünü işlətməsəydi, o qədər söyləyəcəkdi, buza çevriləcəkdi. Birdən Hacı Əfqana vaxt qoyulması, onu məhdudlaşdırması, o danışdığından da daha maraqlı, daha gözəl, daha elmli, daha savadlı, elə səhərə qədər də və həqiqətən də danışacaqdı və mən bunu Allaha da şahid tuturam, riayət demirəm, yaxın dostlar da bilir ki, heç özünün qiyabında, özü olmayanda da bu mövzularda biz elə danışarıq, deyərik və o babətdəndir biz Hacıya dedik ki, məsələn, biz 25 dəqiqə ya 20 dəqiqə məsələn, şifanı olsun, vaxt qalsın başqa və da o danışığının həddi yoxdur. Baxın, bəzi adamlar çıxırlar, mənim kimi konspektdən əzbərləyirlər, ya kasetə qulaq asırlar, gəlirlər sonra o Monsieur Jordan kağızı dəyişik salır, gələni oxuyur, bir dəfə deyir, Brejnevdə deyəsən dəyişik salır, Özbəkistan deyib, Azərbaycandan, Qazaxıstan deyib. O biz həqiqi, belə deyəndə, Molla bəylər yadigarlarından danışırıq ki, onların misli, yəni elə, necə deyim də, Hacı Əfqanın simasında və onun kimi möminlərin simasında inşallah Allah Teala hamısını salamat eləsin. Mən bir dənə məsələ ki, Hacı ona işarə elədi, mən cəsarət edirəm onun məhzərində ki, insanların fəziləti barəsində ki, yəqinən vaxtda riayət elədi Hacı onu deməli ki, siz dəfələrlə onu eşitmişsiniz ki, şəxsi Həzrəti Peyğəmbərdən sahabələr soruşdu, ya Rəsulallah, sənin ümmətində qiyamətin gününə qədər bizdən fəzilətli şəxslər olacaq. Həzrət buyurdu, bəli, bir zaman gələcək, həmin zamanın möminləri siz səhabənin 50 nəfərindən fəzilətli olacaqsınız Allah yanında. Əmmar oradaydı, Miqdad oradaydı, nə bilim, Salman oradaydı, Əbazər oradaydı. Baxın, bu cürə səhabələrin huzurunda Həzrəti Peyğəmbər dedi ki, siz səhabələrin 50 nəfərindən fəzilətli olacaqlar Allah yanında. Soruşlar, ya Rəsulallah, bəzi məsələlər gətirdilər, hamısına Həzrət cavab verdi. Nəhayətdə Həzrətdən soruşdular, o hansı zamanın möminlərdir? Həzrət buyurdu ki, o zamanın möminləridir ki, o vaxtda onların imamları, mənim canişinim qeybətdə olacaqlar. Çətin zamanda, fəsadlı bir zamanda, görürsünüz dünyada gördədir bu günləri, kimlər nələr edir. Baxın, görün, azadlıqdan, demokratiyadan, hətta dini tarilatlıqdan, dini dözümlülükdən dəm vuranlar görürsünüz nə işlər görürlər, hansı cinayətlər edirlər, necə insanlar silahlandırıb dinin üstünə, ondan sonra bu əyinmənin üstünə gördünüzlər, neçə gün bundan qabaq, rəsmi surətdə ona mən nə Vəhabi ordusu demirəm, nə İraq Şam ordusu demirəm, birbaşa rəsmi Amerikanın, İsrailin demək olar ki, dövlət ordusu demək olar ki, İmam Samiriyə 2 dənə imamın qəbrinin üstünə görürsünüz, hücum edirlər ki, əlhəmdülillah ki, dəfq oldular və həmişə də məğlubdular, həmişə də məğlub olacaqlar, heç nə qələt eləməyiblər. Allah Teala'nın fikri nədir? Bu dini, bütün dinlərə neynəsin? Qələbə eləyir, yuzhirəhə ələ dini kulli və la kərihər kafirun ya müşrikun. Bəli, onların acığı gəlsə də, xoşları gəlməsə də Allah bunu eləyəcək. Və qabağa bizim dövrdür də, bundan sonra Kərbəlada hadisə bir dəfə Kərbəla baş verir. Onu Allah 2-ci dəfə təkrarlandırmayacaq. O İmam Hüseyin ki, o qanı verib, o müsibəti, o dözümlülük ancaq İmam Hüseyindən ola bilərdir. Biz zəif şiyələri, biz ona dözə bilmərik. İnşallah Allah Teala özü onların qanun hesabına o şeylərin hamısının cavabını verəcək. İnşallah biz də o ümidlə arzu edirik ki, biz də hər bir əməlimizlə köməkçi olan İslamın dinin yaşamağından ötəri mən artıq vaxtınızı tutmayın, başınızı ağrıtmayın. Bizim bu ikinci mərasimimizdə Hacı da buyurdu, qeyd elədi. Bu kiçik cəmiyyətlə mən təqribən 2 dənə, 3 dənə Məscid-i Hüseyniyənin cəmiyyəti yığışıb da, bura bizim məsciddə hələ məsələn də həmişə Hacı deyinirəm də, sonra sən də deyirsən ki, deyinirsən ki, biz elan edirik İmam Zamanın viladətidir, görsən ki, məscidimizin yarısı boş olur. Sonra da deyirik ki, ağa niyə zuhur eləmir? Hacı düz buyurdu ki, çox əla buyurdu ki, bəlkə tarixdə birinci söz idi, bu deyilirdi ki, hələ bir nəfər İmam Zamanın həsrətindən xəstələnib, neynəməyib, yatağa düşməyib. İmam Zamanın məclisində
bizim məscidimizin, məclisimizin yarısı boş olur. Amma görürsən bir dənə mozbaş olanda 20 dənə molla birdən oturur orada. Mən şəxsən bəzi adam, molla yox, bəzi adamları qəsdən özüm dəvət elədim büyünləri, hamısı neçə nəfər ki, dedilər, inşallah vaxt elə söy gələcək ki, əslən, nə vaxt eləmək, elə söy nədir yəni? Gərək vaxt eləyəsən, elə deyil, bundan artıq məclis olmayacaq, bundan artıq mərasim olmayacaq, ondan sonra nə bilim nə, birinin uşağı, nədir onun adı, bir liseyə girsəydi, onun lisey paltarı versəydi, bütün nəslinin hamısı orada olacaqdı, elə deyil, bütün cəmiyyət hamısı axışacaqdı ora, yürüyüş eləyəcəkdi ora. Sözüm yox, amma sözüm ondadır ki, hər halda çətinliklə də olsa, asanlıqla da olsa, gücümüz çatandan bizim də əlimizdən gələn bu məsələlərdir. Çox adam, yəni insanların məhəbbəti bu məsələyə, insanların, necə deyərlər, bu məsələnin sərmayəsi, bu məsələnin, necə deyərlər, vücuda ərsiyə gətirən, o bəzi möminlərin məhəbbəti olub ki, elə gəlib o qapının ağzından keçəndə bir təbəssümlə baxıblar, biz də hiss eləmişik ki, bu işdən xoşu gələn adamlar var. Bu kifayət edir bizim bu neydi, azdır, çoxdur, nədirsə, onu neydir, Allah Taala bilir və qiyamətin günündən olacaq. Amma yeri var bəzi möminlərdən girayə eləyəsən ki, məsələn, hətta mən bilirsiniz, üst örtünü danışa bilmirəm, amma müqəddiməsiz danışıram ona görə da. Elə hacı bilirlər, müqəddiməsiz danışıram. Hətta bu işə aid olan məsələ ki, onun vəzifəsi də Allah ona vacib edib, gətirsin onu bu işə sərf eləsin, özü sərf eləməyib, hətta kimsə də fikirləşəndə gətirib buna sərf eləsin, onu da qabağını alıblar. Onu mən deyirəm, qiyamətin günündə də ona mən şahidəm. Hansı ki, bəzən bizim özümüzdə niyə siz, məsələn, müstəhəb oruç tutmursuz deyə, məsələn, irad edərlər bu cür adamlar ki, məsələn də təmənnalar budur ki, biz bu vacib dərslərimizi, əhkamlarımızı təxir edək, gedək oturaq, məsələn, müstəhəb oruç tutaraq. Bu cürə, hətta o gələn, o damcı su gələr, bax sulayanda görsən, biri çayın qırağındadır, şırıltı ilə gəlir, biri biyazlarındadır, bir balaca at gəlir. İndi biz laf axıra düşmüşük, araca o küləklə yağış yağanda, deyəsən yağır, deyir, yox, nəsə göydən də, məsələn, quş tüpürdü, düşdü üzümə məsələn. Elə, amma yağış damcısıdır. Arada o yağış damcısı gələnin də hətta bəzən olub, qarşısı aldım. Mən artıq istəmirəm, gilayə eləyəm, amma bunlar hamısı həqiqətdirlər ki, indi mən xüsusi bir adamın barəsində danışmıram, amma çox istərdim ki, o bəzi adamlar da elə olsunlar, eşitsinlər, bilsinlər ki, hətta sən indi o israf elədiklərindən əgər bir az miqdarda kəssəydin, ondan sonra yığsaydın, götürsəydin, Azərbaycanda bu cürə dərs oxuyanlar ki, çoxdular, daha çox olardılar. Siz dəfələrlə bunu eşitirsiniz ki, Nəcəfdə bir vaxtlar olur ki, Bakı möminləri, yəni Azərbaycan möminləri Nəcəfdə oxuyan bütün dünya tələbələrinin, hər yerdən olan tələbələrin yardım ediblər, onların çörəyin suyunu veriblər ki, görürsünüz, bəzən olur ki, hətta Azərbaycanın özündə belə neyirlər, gedirlər, məsələn, haradasa adam tapırlar, ona yardım edirlər, amma buradakılar yaddan çıxır. Hər halda, ya belə ola, ya belə ola, biz bu, necə deyərlər, Allah bizə bu tövfiqi verib, bu köməklik eləyib, bu minnəti qoyub, bu məsələ fakt çıxıb ortalığa. Mən demirəm, biz buna görə beşdə gedəcəyik, mən demirəm, əsr şəri vəzifəmizə əməl eləmişik, mən demirəm, bundan başqa da iş yoxdur, elə əsl iş budur. Mən demirəm, bu bizim bütün günahlarımızı bağışlayıb. Amma mən onu bilirəm ki, bir 5 nəfər, 10 nəfər tələbə burada köməkləşmişik, bir-birimizdən köməkləşmişik. Mən ustad olmamışam onlara, elə köməkləşmişik, bəzi dərslərin problemini həll eləmişik, çıxmışıq ortalığa. İndi makəfura, şəkura da, hansıdırsa bilmirəm, amma bu fakt var da. Mən oruç tutmuşam bir gün axşama qədər. Orucu batil neçə dənə şey batil edir? Qabaq 9 dənə idi. 9 dənə. O 9 dənəyə əməl eləmişəm. Yəni 9 dənə orucu batil edən şeyləri tərk eləmişəm. Çıxmışam iftara. Bunu heç kim dara bilməz ki, mən orucumu gündüz batil eləmişəm. Mən orucumu tutdum, iftara çıxartdım. Amma bu orucu Allah
Qiyamətin günündə nə edəcək? Bir şey verəcək, verməyəcək, o qalıb qiyamətə. Mən o cürə danışıram, o iddialıyam. Başqa iddiam yoxdur. Ki, biz bunu bu vəziyyətdə gəlib çıxmışıq. İnşallah Allah kəramətindən bir şey verər, lütfindən bir şey verər. Verməz də ki, indi aparar, harasa axır ki bizdə onun nə bəndəsi ilə, nəsə bizim üçün də bir şey olar Allahın köməyi ilə. Hər halda əlimizdən gələn budur. Bundan artığını da biz bacarmırıq. Başqaları kimi də demirik ki, mən çox şey bacarıram, hər şey bacarıram, ancaq bu hələ məsləhətdir. Yox, bizim elə bacardığımız budur. Mənim şəxsən bacardığım budur ki, bundan artıq bacarmağa bir şey əlimdən gələn bir şeydir. Bir dənə o qalıb, bu da olmasa gedəcəm palatkada oturacam, başlayacam küflə yeməyə. Bir dənə də Fatihə, tutar gedib, çıxır gedəcəm evə. İndi budur, gəlib çıxır ortalığa. Bu millət bunlardan inşallah istifadə edir, Allah qoysa, gələcəkdə gənc nəsillər, uşaqlar, onların məhzlərindən istifadə edirlər və o dərslər elə Azərbaycanın hər yerində də var, mömin qardaşlar da elə dərs deyirlər, ondan sonra möminlər istifadə edirlər. Hər yerə yayılar inşallah. Biz də yenə onun bərəkətindən istifadə edirik. Allah kömək olar. Bir nəfər gələr, burada daha artıq, daha ləyaqətli. Elə bizim özümüz də şəxsən mən özüm də diz vuraram onun qabağında. Başlaram, neynəməyə, dərs oxumaq. O qədər adamlar olur ki, mən dəfələrdir demişəm. 65 yaşında Molla Dədəşin Hacı tanıyır. Gəlmişdim Molla bəylərin yanına. Bəli. 65 yaşında mən orada sərfimir oxuyurdu. Sərfimir var. İndi məsələn də uşaq tələbələr bilir də sərfimir də o dərsin birinci mərhələsində 65 yaşında gəldi oturdu, oxudu, nəhm oxudu, sərf oxudu, elm oxudu. Ondan sonra o zamandakı da elə kəminə, filana icazə, onlar əsas məsələlərdən idi, verdi, Allah verildi, Allah Taala da onun ömrünə o qədər bərəkət verdi, 90 neçə il yaşadı, acı bizim qonşu kəndçiydi, o tanıyırdım, 90 neçə il yaşadı elə, bəhrəsini də verdi, zəkatını da verdi, heç əldən əyəndən o qədimcilər demişdən düşmədi, elə axır nəfəsinə qədər də Allahın dinlə xidmət edirdi, düşürdü şahların qoyuldu corabı, bir dənə də uzun çəkmə geyirdi, palçıqla gedirdi, qonşu kənddə bir dənə ölünü bastırırdı, qayıdıb çıxıb gəlirdi. Gözümün qabağında da ona pul verəndə, beyl namazına görə dedi, namaz vaxtı olar, Allah hamd olsun. Mən dedim, müstəhəbbinə ət verə, dedi, mən o ət verənləri bacarmıram. Dedi, mən o cürə ət verəyə bilmirəm. Bu cürə, indi olur da, məsələn, bizim də Allah ömür versə, gələr, biz də məhsərindən istifadə edərik. Hər halda hamımızdan təşəkkür edirik. Ondan sonra, əlbəttə, bizim təşəkkür eləməyimiz belə yersizdir. İmam Zamanı məclisidir, gəlmişsiniz. Bir dənə də əlavə ki, Eid Əzhada nigarı özümə ram elədi, fərqi bir Eid elədi, mən 2 bayram elədim də, bu 2 qat bayram oldu. Həm cümə axşamıdır, həm cümədir, həm İmam Zaman ağanın mövlududur. Həm də Allah Taala tövfiq verir ki, biz belə bir mərasimdə nə edirik burada, keçirdirik. İnşallah yavaş-yavaş mən danışdıqca o Canansan o əmmamələrdən gətir. Siz bir salavat zikr edin inşallah. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed. Xan Mirzənin salamatlığına salavat zikr edin. Salamatlığına salavat zikr edin. Hamımızı İmam Zaman ağaya ləyaqətli əskərlərdən qərar versin. Zamin. Zaminin də salamatlığına salavat zikr edir. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme salli ala Muhammed
Müslümü. Salavat zikr Müslümü salavat. Salavat zikr edək. İnşallah tamam tələbələr, müdərrislər, hovzələr salamat olmalarına, müvəffəq olmalarına salavat zikr edək inşallah. Tamam din yolunda çalışanları, İslam yolunda çalışanları müvəffəq müəyyəd eləsin inşallah. Allah bizi həqiqi xidmət edənlərdən qərar versin inşallah. Allah Teala Muhammed xatirinə o İmam Səccad əleyhissalam ki hacı buyurdu bu zamanının şiyələrin barəsində Allah Teala bizim nəslimizdən, bəzi nəslimizdən, həmin şiyələrdən, ləyaqətli şiyələrdən qərar versin inşallah. Bizim də bu bir kiçik hədiyyəmiz idi. Belə o Hacı Baba dedi də, eşq-i mülkündə nigarım özünü şah bilir, mən də bir işi də öz hüsnünə mədlah bilir. Onun şahlığı yerindədir, biz istərmişliyi də düşünürsək. Bəlkə sən elə bir şeylə bağlayasan, inşallah möminlər də yavaş-yavaş elə sırayla oturarlar ki, süfrədə salınsın. Seyyidin salamatlığına bir salavat zikr edək. Bayramımız mübarək, Hazırın sözümüz üçün əmirdir, böyük qardaşımızdır, canımız ciyərimizdir, İmam Zamanın ağam vəsifindən deyərəm. Aşıqda olan əhl-i məlal olmasa olmaz. Aşıqda olan əhl-i məlal olmasa olmaz, hicrin sonu əlbəttə vüsal olmasa olmaz. Gər görsə sənin hüsnünü eylül-fəsli baharın, Gülzarı solub, bülbülü lal olmasa olmaz. Aşiq olanın dövləti qəm, qüssə kədərdir. Qəlbindəki bu cahı cəlal olmasa olmaz. Başdan başa qərq olmaq üçün nura bu aləm 14 gecəli mahir camal olmasa olmaz. Xatəmlə səbirləndi üçün ol qaim-i hüccət. Xatəmlə səbirləndi üçün ol qaim-i hüccət. Ondan əldən zərbi misal olmasa olmaz. Həsrət çəkir ol seyyid-i zar görməcə yarım. Başında dəmadan bu xəyal olmasa olmaz. Allah hamımızı İmam Hüseynlə məhşur eləsin. Allah canlı sağ eləsin. İmam Zamanı özündən təbrik. Seyyidin salamatlığına salavat zikr edək. Düzdür, Axunddur Hacı Rəşad, amma onun şeirləri o qədər gözəldir ki, elə şeir deməyə də onun şeirini özü oxuya bilər. İnşallah salamatlığına bir salavat zikr edək. Yarısını oxusun onu. Bismillahirrahmanirrahim. Müqəddəs və mübarək mövlid hamımıza təbrik ərz edirəm. İnşallah bir dənə şeir İmam Hüseyn əleyhissalamın mövlidi ilə bağlıdır ki, inşallah onu xidmətinizə oxuyacaq. Salavat Peyğəmbərimizə. Sevinir âl-i Resul, bayram edir ərz-ü səma. Ürəfa səcdə-i şükr ilə edir ah-ı nəva. Mevcudat bir-birini təbrik edir aləmara. Bu mübarək badı dünyaya yayır badı səba. Kimdir bu nur ki tamam aləm ona talibdir?
Bu Hüseyin ibn Ali ibn Abi Talib'dir. Bu gece lütfü kerem olmalıdır möhtaca. Eşk bazarına uşaq, yığışın hərraca. Eşk evin etsə təvaf lütf olacaq hüccaca. Kimdi qundağda beşikdən ucalan meyraca. Kimə lay lay deməyə Cibril əmin naibdir. Bu Hüseyin ibn Ali ibn Abi Talib'dir. Bunu bil nur-u semavat-ı zemin Allah'dır. Məsəl-i nurihi mişkat Resulullah'dır. Fiha misbah Ali Fatıma el-misbahdır. Fi zücace Həsənimdir, hükema agahdır. Az zücace sözünə ayədə kim qalibdir? Bu Hüseyin ibn Ali ibn Abi Talib'dir. Bəzədib aləmi Allah ki şərafət quracaq. Mələkut aləmi göylərdə ziyafət quracaq. Sevinib külli cahan eydi vilayət quracaq. Kimdə gər olsa vila eşki saadət quracaq. Kimin evladı gəlib əsli ədalət quracaq. Kimin evladıdır dünya zamana sahibdir. Bu Hüseyin ibn Ali ibn Abi Talib'dir. O nizat keçdisidir həm də hüda misbahı. Xamisi Ali Əbadır tanıdım Allah'ı. Mevludi şad elədi beyti Resulullah'ı. Yanmaz ateşdə sevən şəxs onu vallahi. Mərifətlə tanı bil kimdi şəhidlər şahı. Kimdi bu əmrə itaət hamıya vacibdir. Bu Hüseyin ibn Ali ibn Abi Talib'dir. Bu hemen Kəbədir ya rüknü miradır ya Rəbb. Ya ki Zəmzəm ya da ki Mərvə Səfadır ya Rəbb. Bu həmin ayədəki şəms-i zuhadır ya Rəbb. Yoxsa vəl-fəzr-i ləyalində ziyadır ya Rəbb. Axı bu kimdir bütün varlıqlara qalibdir? Bu Hüseyin ibn Ali ibn Abi Talib'dir. Salavat verin. İnşallah süfre salındıza İmam Zaman Aleyhisselam'ın müqəddəs vücudunu yerin göyün bəlasından hifz olmağına ucadan salavat salın. Ve o Həzrətin təcili zuhuruna ucadan salavat zikridir. Məlumdur ki, bugünkü gecə Qədir gecəsindən sonra ikinci bir gecədir ki, bu gecə heç bir gecə çatmaz. Bu gecə bütün hacətlərin rəva olması, müşkillərin həll olması, ələl-xüsus Mosul, Bağdadda, Mosulda və bütün o şiə yaşayan yerlərdəki bu günləri şiələr çətinlikdədir, müsibətdədir, əziyyətdədir və əskəriyində İmam Həsən Əskəri Aleyhisselam, İmam Hadi Aleyhisselamın məqbərələrinin tezlə azad olmağı ilə və bu gecə bu azad olmaqları ilə düşmənə qalib gəlmələri ilə bizim üçün daha da böyük mövlud olsun, ucadan salavat zikr edir.